Çox ara vermədən növbəti obrazı sizinlə tanış edirəm. Baxaq görək bu dəfə sizcə hansı obrazı canlandırmış olacağıq. Nə az, nə çox artıq 13 ildir ki, bu evin gəliniyəm və hər evin öz qayda qanunları olduğu kimi bu evin də qayda qanunlarından biri bütün bayramları ailəvi olaraq yığışıb bir yerdə qeyd etməkdir. Həmin məkan isə qaynana və qaynata ocağı olur. Əslində mən də uşaqlıqda belə böyümüşəm. Böyükdən kiçiyə hər kəs nənə-baba ocağına yığışardı. Düşünürəm ki, bu yığıncaqların da dadı duzu məhz elə nənə-babanın başına yığışmaqdır. Qaynantamın zümzümə etdiyi mahnını eşitdiniz. Adətən süfrə başına oturur-oturmaz ilk diləyi o olur ki, Allah heç bir zaman peşmançılıq verməsin. Düşünürəm ki, bu kadrı da xatırladınız. Keçən ilki Binəqə Dinəcliyi videolarından bir kadrın təkrarı idi. Bu gördüyünüz güllər isə qaynanamın əl işidir. Balaca bostanı var qaynanamın. Orada əkər, becərər, ondan sonra da həmin məhsullardan bizə də paylayar. Bizə yazılan növbəti bir günün də sonuna bax beləcə gəldik çatdıq. Amma günü başa vurmadan bir çox xatirələr yazdıq, dedik, güldük. Arada uşaqlara acıqlandıq, amma yenə bir ailə olaraq süfrə başına toplana bildik. Təbii ki, samavar çayı da onun bir nöqtəsi oldu. Bugün Qurban bayramı idi və bir çox evlərdə qurban kəsildi. Allah etdiyiniz niyyətləri və kəsdiyiniz qurbanları qəbul etsin.